İlyas müəllim, sizinlə davam edək. Siz necə şərh edə bilərsiniz? O önəmli bir mənzərə idi. Sözsüz, yəni açılış mərasimi öz yerində, Azərbaycanın hədiyyəsi öz yerində, amma indiki şəraitdə dünyaya verilən net mesajlar var idi. O pəncərədən baxanda siz nələri gördünüz? Əlbəttə, bu dostluq, qardaşlıq, birgəlik, həmrəylik görüşüdür və eyni zamanda münasibətlərimiz yeni bir modellə, yeni bir nümunə ilə daha da zənginləşir və bu studiyada Türkiyə-Azərbaycan dostluğuna dair bir sıra nümunələr çəkildi. Məsələn, meşə yanğınları, elə o dəhşətli zəlzələdə Azərbaycan xalqının Türkiyəyə yardımları, bu siyahını uzada da bilərik. Yəni, 20-ci əsrin əvvəlində olan hadisələr və eyni zamanda bağımsızlığımızı qazanandan sonra, məsələn, Somo faciəsində də Azərbaycanın yardım əlini uzatdı. Elə Azərbaycanın da dar günündə Bakı səmasında Türk şahinləri var idi. Bu da xüsusi mesaj və eləcə də qardaşlığımızı ifadə edən Türkiyə-Azərbaycanın yanındadır mesajı idi ayrı dövlətlərə. Ona görə də bugün Şuşa zirvəsindən baxanda bu qardaşlıq bağları, eləcə də Azərbaycan məhəlləsinin açılışı daha da bizə, könlümüzə xoş gəlir. Eləcə də Cənab Prezidentin çıxışı zamanı yerdən olan o təzahürat həqiqətən də reallığı əks etdirir və Qarabağın fatihine söylənilən bu fikirlər həm də Türk ictimai rəyində də Cənab Prezidentimizə olan münasibəti əks etdirir və elə... İlyas müəllim, siz Şuşa bəyannaməsinə toxundunuz. Cənab Prezident də həmin açılış mərasimində bu barədə danışmışdı. Məncə baxsaq tam yerinə düşəcək. Yaxşı. Bizim 4 il bundan önce Sayın Cumhurbaşkanı ile Şuşa şehrinde imzaladığımız Şuşa beyannamesi bizim ilişkilerimizi en yüksek zirveye kaldırmıştır. Şuşa beyannamesi bizim ilişkilerimizi resmen müttefiklik seviyesine kaldırmıştır. Biz dostuz, kardeşiz, müttefikik, hem siyasi, hem iktisadi, hem enerji, ulaştırma, hərbi ve bütün başka sahalarda Türkiye ve Azerbaycan iki kardeş ülke birbirinin yanında inamla, uğurla ilerleyir. Bəli, İlyas müəllim, yekunlaşdırın sonra. Bəli, Şuşa bəyannaməsi münasibətlərimizdə yeni bir mərhələdir. Çünki həm bunun simvolik mənası var. Azad olunan mədəniyyət mərkəzimizdə Qurtuluş günündə bu Şuşa bəyannaməsi imzalandı və ümumiyyətlə Vətən müharibəsindən sonra çoxlu simvolizmlər var və elə bu tarixin də, müasir Azərbaycan tarixinin də memarı Cənab Prezident İlham Əliyevdir və Şuşa bəyannaməsinin həm də münasibətlərimizin hərbi siyasi müttəfiqlik səviyyəsinə qaldırılmasının bir göstəricisidir və digər profil üzrə, məsələn, iqtisadi, enerji, mədəniyyət, gənclər siyasəti sahəsində bütün görüşlər, iki tərəfli təmaslarda mütləq Şuşa bəyannaməsinin maddələrinə istinad edilir. Çünki bu Şuşa bəyannaməsinin həm də spesifik xüsusiyyəti ondan ibarətdir ki, hər iki ölkənin parlamenti onu ratifikasiya etmişdir. Yəni, onun bütün maddələri qüvvədədir, xüsusilə qanun qüvvəsindədir. Qanun qüvvəsindədir və hazırda da onun təhlükəsizlik aspektləri studiyada da qeyd olunduğu kimi dünyada da artan tələbat fonunda Türkiyə-Azərbaycan birgəliyini ifadə edir ki, Türkiyə bütün gücü ilə, bütün resursları ilə, bütün müdafiə sənayesi üstünlükləri ilə Azərbaycanın təhlükəsizliyinin təminatçısı və Qafqazda sülhün bu coğrafiyada təhlükəsizlik arxitekturasının zəmanətçisi formasında çıxış edir. Və bu baxımdan Şuşa bəyannaməsinin bizim üçün özəlliyi çox böyükdür və Cənab Prezidentin məsələ Kahramanmaraşda Şuşa bəyannaməsinə istinad etməsi təsadüfi deyil. Bugün bölgədə, eləcə də dünyada müharibələr və dağıdıcı fəlakətlər görünməkdədir. Biz isə burada sülh inşa edirik, bu cür evlər inşa edərək dostluğumuza töhfə veririk və eləcə də təhlükəsizliyimiz haqqında düşünürük və uzun müddətli strategiyalar qururuq və əlbəttə hər iki dövlətin liderinin strateji vizyonu bundan ibarətdir ki, qardaşlıq, soydaşların təhlükəsizliyi, dilimizin saflığının qorunması və türk dilinin işlədildiyi coğrafiyalarda təhlükəsizlik və orada olan yardımlar və digər bütün alətlərdən, mexanizmlərdən istifadə olunur. Əlbəttə, Kahramanmaraş həm də uzun illər keçəcək, amma Azərbaycanın bu yardımı mütləq xatırlanacaq və bir
platforma kimi, bir nümunə kimi mütləq qeyd olunacaq və əlbəttə bu da qələbəmizin taclanmasının bir nəticəsidir ki, Azərbaycan necə Türkiyə ilə birlikdə idi, Vətən savaşında, torpaq savaşında, xilaskarlıq missiyasının icrasında, eləcə də bu cür ağır günlərdə Azərbaycan xalqı bütünlükdə Türkiyə xalqının yanındaydı. Xatırlayırsınız o günləri ki, Bakıda bir mərkəz var idi. Orada hamı gecə səhər saatlarına qədər nə imkanı varsa, nə gücü varsa ora yardımlar daşıyırdı və ən kasıbımızdan varlığımıza qədər necə deyərlər, obrazlı desək, bu biz göstərdik, yəni Türkiyə olan sevdamız, yəni bu sadəcə siyasi məsələ deyil. Əlbəttə. Bu bir necə deyərlər, məfkurəvi bir məsələdir əslində, yəni doğrudur. Genetik bir bağlarımızın ifadəsi idi. Tolerantlığın, Azərbaycan xalqının ürəyinin genişliyinin və dosta yardımın bir ifadəsi idi. Əlbəttə, Kahramanmaraş da məhz bu fəlsəfə ilə inşa edilmişdir və burada əlbəttə ki, münasibətlərimizin möhkəmləndirilməsi, humanitar, siyasi, iqtisadi və digər sahədə olan bağların möhkəmləndirilməsində mütləq surətdə mənə elə gəlir ki, bu xatırlanacaqdır. Bəli.